Əli haqq və batilin mizanıdır. Peyğəmbər buyurur, ya Əli, sənin tərəfdarların qiyamətdə nurdan olan minbərlərdədirlər. Üzləri ağdır, üzləri nuranidir və mənim yanımdadılar. Görün, İndə əleyhissalam nə buyurur? Buyurur, ənə salatul müminin, mən möminlərin namazıyam. Yəni, o iş ki, namaz onların ruhunda görür, onun ən böyüyünü mən eləyirəm. Görün, nə irfanı anlayışdır. Namaz nə üçün idi? O mən divarını dağıtmaq üçün ənə salatul müminin. Mənimlə qarşılaşanda, mənimlə görüşməkdir ki, təkəbbürün divarını laxlada bilir, əgər laxlada bilsə. Bəziləri gördükcə acıqlanır, qəzəblənir. Çünki bu uca olmaq istəyir. Uca olmaq istəmək yaxşıdır, təkəbbür göstərir, böyük görəndə başlayır acıqlanmağa. Ya Ali, şi'atükə alə mənabirə min nur. Mübiyyəzzətən vücuhuhum havli fil cənnə. Peyğəmbər buyurur, ya Əli, sənin tərəfdarların qiyamətdə nurdan olan minbərlərdədirlər. Üzləri ağdır, üzləri nuranidir və mənim yanımdadılar. Ucalıq yolunu qət eləmək istəyirsənsə, nur minbərində oturmaq istəyirsənsə, Əli ibn Əbi Talibin qarşısında təvazökarlıq etməlisən. Ona görə Əli haqq və batilin mizanıdır. Aliyyum ma'al haqq vəl haqq ma'a Ali. Əli haqq ilədir, haqq Əli ilə. Kimin ona məhəbbəti çoxdur, bir o qədər Allaha yaxındır. Biz Nəcəfə gediriksə, denən mən öz mizanıma tərəf gedirəm. Öz ölçümə tərəf. O mizandır, o ölçüdür, o mənim kimliyimin göstəricisidir. Güzgüdür mənim özümü mənə göstərir. Ona münasibət mənim özümü mənə göstərir. Zikru Aliyyin ibadə. Və bu hədisləri bəlkə bugün şərh eləyəndə daha yaxşı başa düşərsiniz. Deyir, Əlini yad etmək ibadətdir. Soruşuram, ibadət nə üçündür? İbadət, bir daha deyirəm, sınmaq üçün, təkəbbürü sındırmaq üçündürsə, kiçilmək üçündürsə, onun zikri bu işi görür insanın qəlbində. Ona görə məddahlıq deyirlər, Əlinin məddahıdır. Əlini mədh eləyəndir. Ənənəmiz olub bizim xalqımızın. Əli məddahlığı var bizdə, əsrlər boyu. Məclislərimizdə Əli əleyhissalamı mədh eləmişik. Deyir, onu yad eləməklə məclislərinizi zinətləndirin. Onun barəsində danışmaqla. Bugün cümə gündür, bəli. Cəmaat namazına gəlmişsiniz, bəli. Hamısı savabdır. Cümə günü işinizi atıb Allahın əmri ilə namaza gəlmişsiniz, küləkli havada, bayırda dayananlar, burada oturanlar. Çox böyük fəzilətdir. Çox böyük fəzilətdir. Amma bugünkü məclisin fərqi var. Bugünkü məclis həm də fəzilət üstünə bir fəzilətdir ki, mən səhərdəndir, yarım saatdır Əlidən danışıram. Zikru Aliyyin ibadə. Danışıram mən onun barəsində. Bu özü elə bir ruhunuz üzərində bir əməliyyat gedir. Təmizləyir. Elə onun barəsində danışmaq. Onun adı çəkiləndə təkəbbür zəifləyir. Çünki o ucalıqdır, o əzəmətdir. Ona görə də bu məclisdə oturmaq bugün xüsusi fəzilətdir ki, Əlidən danışırıq, Əlinin fəzilətlərindən danışırıq. Şəhriyar bu şeiri yazdı, Əllamə Bəhaəddini dedi ki, bərzəxin sıxıntısı ondan götürüldü. Şəhriyar bərzəx çətinliyindən azaddır. İki beyt şeiri ilə, 5 beyt şeiri ilə, Əli ey Hümayi rəhmət, to çə ayəti xudara, boro ey gədai miskin, در خانه علی زن که نگین پادشاهی دهد از کرم گدا را. Deyir, ey miskin gəda, get Əlinin qapısını döy ki, bu qapıya get ki, padşah öz kərəmindən sənə inayət eləsin. Böyüklər hamısı bu qapıda nökər olmağı özünə iftixar biliblər və böyüyüblər.